Dünyanın müxtəlif nöqtələrində baş verən toqquşmalar yeni güc balansı yaradır. Ya ədalət bərpa olunur, ya da zülm möhkəmlənir. Bəs bu oyunlar meydanda, yoxsa masada bitəcək? Addım-addım Suriyada rejim dəyişikliyini araşdırmışıq. Bir bazar günü səhər saatlarında müqavimət qüvvələri Suriyanın Əsəd rejimindən azad olunduğuna elan etdilər. Prezident ölkəni tərk etmişdir. Müxalifətin uzun müddətli mübarizəsi 53 illik Əsəd rejiminə son qoymuşdu. Özü də nə az nə çox düz 12-13 gündə. 15 ilə yaxın müddətdə vətəndaş müharibəsi ilə çulğalanan ölkə bir neçə gündə sakitliyə qovuşmuşdu. Elə bu dəyişiklik həm Suriya, həm də dünya siyasətində yeni liderin meydana çıxmasına gətirib çıxardı. Əl-Colani, Təhrir Əş-Şamın lideri və ya Əhməd Əş-Şara. Onu hansı adla tanımağınızdan asılı olmayaraq Suriyanın taleyi bu şəxsin simasında inqilabçıların əlinə keçdi. Bəs kim idi siyasi səhnədə birdən-birə üzə çıxan bu lider? 2024-cü ilin 8 dekabrı Suriya üçün çoxdan gözlənilən dönüş nöqtəsi oldu. Uzun müddətli vətəndaş müharibəsi və daxili xaosa son qoyuldu. Müxalifət qüvvələri hakimiyyəti ələ keçirib, yarım əsrdən çox yaşayan Əsəd rejiminə son qoydu. Bu imperiyanın qurulması heç də asan başa gəlməmişdi. Belə sürətlə yox olub gedişi də ağıllarda şübhə oyadır. Bəlkə bu çoxdan qurulmuş bir plan idi. 8 Aralık 2024'te Suriye'de Esed rejiminin düşüşü gerçekleşirken aslında hem siyasal hem ekonomik hem de toplumsal alanda buna yönelik bir hazırlık durumu söz konusuydu. Bölgedeki 7 Ekim 2023'teki Aksa Tufanı operasyonu sonrasında değişen güvenlik mimarisiyle birlikte bölgede önemli değişimler ortaya çıktı. Bunun sonucunda zaten İran'ın bölgeden çekilmeye başlaması, aynı zamanda Rusya-Ukrayna savaşı nedeniyle Rusya'nın Suriye topraklarındaki varlığını sınırlandırması Esed rejiminin iyice zayıflamasına, Esed'in ordusunun iyice zayıflamasına sebebiyet vermişti. Qeyd edək ki, 2011-ci ildən artıq o etiraz dalğası ki başlamışdı. Sonradan vətəndaş müharibəsinə çevrildi və bu vətəndaş müharibəsi özü ilə təbii ki qırğın, səfalət, iqtisadi tənəzzül, rejimin tənəzzülünə doğru gəlirdi. Ona görə də 2024-cü ildə bu hadisələr baş verən zaman xalq əslində bu prosesə hazır idi. Eyni iqtisadi səfalət, tənəzzül rejimdə də var idi. Rejim də artıq zəifləmişdi, dövlət institutları zəifləmişdi, ordu zəifləmişdi. Amma bir anda belə bir hadisənin baş verəcəyinə tam hazır vəziyyətdə deyildi. İnqilab Bəşər Əsədin taxtını tərk etməsi ilə nəticələndi. Həm regional, həm də beynəlxalq səviyyədə şok effekti yaradan bu hərəkət bir dövrün sonunu rəsmiləşdirdi. Daxildə sevinc, qorxu və narahatlıq qarışıq hisslər özünü göstərdi. Uzun müddətli dəstəkçisi olan Rusiya isə qaçqın lideri qəbul edib ona sığınacaq verdi. Bu qaçış bəzilərinə planlı, bəzilərinə isə məntiqi yekun kimi göründü. 13 yıldır çok uzun, çok kanlı bir iç savaşın ardından şüphesiz gerek Suriye içinde gerekse Suriye dışında Suriyelilerin büyük bir memnuniyeti söz konusuydu. Çünkü Esed döneminde ortaya çıkan zulüm, dökülen kanlar aslında toplumda ciddi bir travmaya sebebiyet vermişti. Bu nedenle de 8 Aralık'ta devrim gerçekleştiğinde devrimi kimin gerçekleştirdiğinden ziyade Esed'in gitmesinden kaynaklanan çok büyük bir memnuniyet söz konusuydu. Halk artık Suriye'de rahat bir şekilde evlerine dönebilecekleri, huzur içerisinde yaşayabilecekleri bir iklimin oluşmasını istiyordu. Bir çox Suriyalı Bəşər Əsədi məhkəmədə görmək və onun son 10 illikdə törətdiyi cinayətlərə görə mühakimə olunmasını istəyir. Lakin hazırda reallıq budur ki, o Rusiyada qaçqın kimi yaşayır və Moskva onu qoruyur. Suriyada çoxları Rusiyanı düşmən saysa da siyasətdə daimi düşmənçilik olmur.
Əhmədinejadın Rusiyaya səfəri zamanı danışılan mövzulardan biri də Əsədin təhvil verilməsi ola bilərdi. Amma bu Rusiyanın atmayacağı addımdır. Rusiya bəzi ölkə rəhbərlərinə mesaj verir ki, rejimləri çöksə belə onları qoruyacaq. Əsədlə bağlı çox tələb olsa da, o artıq siyasi baxımdan bitmiş sayılır və təxminən 1 ildir Rusiyada gizlənir. Onun nə siyasi qüvvəsi, nə partiyası, nə də ordusu qalıb. O, Suriyalılardan uzun illər ərzində oğurlanmış pullarla Rusiyada yaşayır. Bu səbəbdən onun Suriya ilə bağlı heç bir gələcəyi yoxdur. Suriyalılar isə artıq gələcəyinə yönəlib ölkəni, dövləti və şəhərlərini 14 illik dağıntılardan sonra yenidən qurmağa çalışırlar. Suriya yaxın şərqdə Rusiyanın son dayaq nöqtəsi idi. Əsəd rejiminin devrilməsi öz-özlüyündə Suriyanın itirilməsi deməkdir Rusiya üçün. Rusiyanın demək Bəşər Əsədi qəbul etməsi və deməli Rusiyada saxlaması məsələsi nə gəldikdə isə qeyd edək ki, əslində bu yalnız Bəşər Əsədə bir yardım deyildi. Bu əslində dünya ictimaiyyətinə bir mesaj idi ki, biz müttəfiqlərimizi tərk etmirik. Əsədsiz Suriyanın sonrakı taleyi sual altındaydı. Beynəlxalq ictimaiyyət bunu fürsət olaraq dəyərləndirdi. ABŞ müdaxiləsiz siyasi keçid prosesini təklif etdi. Fransa və Almaniya keçid hökumətinin formalaşdırılması üçün BMT nəzdində təcili iclas çağırdı. Avropa İttifaqı isə 2017-ci ildə dondurduğu yardım planını aktivləşdirdi. Türkiyə rəsmi olaraq sabitlik və inklüziv keçid çağırışı etdi. İran bölgədəki təsirinin zəifləməsindən narahatlıq duyurdu. İsrail isə öz təhlükəsizliyini təmin etmək üçün hərbi addımlarını gücləndirdi. They didn't try to save Syrian people from Assad regime before. Onlar əvvəllər Suriya xalqını Əsəd rejimindən xilas etməyə çalışmayıblar. Əməliyyat başlayıb rejim dekabrın sonunda devriləndə isə beynəlxalq ictimaiyyətin istifadə etdiyi ümumi siyasi dil ortaya çıxdı. Uzun illər Suriya böhranının hərbi həlli yoxdur deyilsə də, nəticədə böhran hərbi yolla həll oldu və heç kim rejimin bu qədər tez çökməsinə hazır deyildi. Beynəlxalq ictimaiyyətin məqsədi Suriyanın sabitləşməsindədir. Bir çox ölkələr də uzun illərin yorucu böhranından sonra Suriyanın sabit olmasını və qaçqınların geri dönməsini istəyir. Sabitlik iqtisadiyyatın da yaxşılaşmasına gətirib çıxaracaq. Son aylarda Prezident Əhməd Əşşaranın Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Birləşmiş Ştatlar, BMT və digər ölkələrə səfərləri bunu göstərir. Suriya beynəlxalq ictimaiyyətə açıldıqca dünya da Suriyanı yenidən öz sisteminə inteqrasiya etməyə çalışır. Dünyada hemen hemen uluslararası toplumun, uluslararası aktörlerin tamamı için oldukça sürpriz bir gelişmeydi. Yani şunu ifade edelim ki 15 Kasım ya da 1 Kasım ya da 15 Kasım 2024 tarihinde şöyle bir soru yöneltilseydi, Esed birkaç hafta içinde gider mi diye bir soru yöneltilse muhtemelen kimse buna evet diye cevap vermezdi. Bu gerek Avrupalı devletler için, gerek Amerika için, gerek Çin için, gerekse bölgesel aktörler için çok hızlı ve açıkçası beklenilmeyen bir durumdu. Evet, bir gün Esed'in gideceğine dair öngörüler, senaryolar vardı ama bunun bu kadar kısa sürede ve HTŞ'nin başlatmış olduğu o mücadele kapsamında, operasyon kapsamında olacağına dair çok kısa vadede bir beklenti söz konusu değildi. Uzun illər idi ki, ölkədə Əsəd rejiminin dağılması istiqamətində yalnız daxildən deyil, xaricdən də qüvvələr çalışırdı. Yəni qərb dövlətləri əslində Əsəd rejiminin dağılması uğrunda mübarizə aparırdılar və təbii ki, bu da qərb dövlətləri tərəfindən daxildəki müxalif qrupların dəstəklənməsində öz təzahürünü tapırdı ki, nəticə etibarilə xaricdə aparılan o təbliğat maşını 2024-cü ilin sonlarında Həyat-ı Təhrir Şam adı altında deməli bütün müxalif qrupların Əşşaranın rəhbərliyi, liderliyi altında birləşməsində öz təzahürünü tapdı. Diqqət çəkən daha bir məqam inqilabdan bir müddət əvvəl Cenevrə 3 planının yenidən gündəmə gəlməsi idi. BMT-nin vasitəçiliyi ilə Suriyadakı problemlərə həll yolu axtaran ölkələrin birliyi bir neçə məsələ üzərində dayanırdı.
Əsəd sonrası keçid hökumətinin formalaşdırılması, yeni Konstitusiya Şurasının yaradılması, azad seçkilərə aparan yol xəritəsinin müəyyənləşdirilməsi. Əslində diplomatik səpkidə müzakirəyə çıxarılan bu mövzular bir müddət sonra praktikada da öz nəticəsini verdi. Siyasi səhnəyə yeni simalar daxil oldu. Rejim devrilir, ardınca keçid dövrü elan olunur. Bunun ardınca müvəqqəti hökumət formalaşdırılır. Bunun da ardınca gələcəklə bağlı yenidən qurma planları işlənib, hazırlanır və həyata keçirilməsinə başlayır. Bu rejimin devrilməsi sonrası həyata keçirilən standart bir formuldur və bu formul Qərb dünyası tərəfindən artıq belə demək mümkünsə illər idi ki, hazırlıq gedirdi buna, planlı şəkildə hazırlıq gedirdi. Yani şüphesiz bu bir fırsattı çünkü Esed rejimi uzun yıllardır Rusya'nın ve İran'ın kontrolündeydi. 2011 öncesinde ilişkilerini, dış politikasını çeşitlendiren, şekillendiren bir Şam yönetimi vardı ama 2011'den sonra tamamen Rusya ve İran ekseninde hareket eden bir ülkeden bahsediyoruz. Bu da ister istemez gerek Arap dünyasında, gerek Orta Doğu'da, gerekse küresel alanda birçok devletin Suriye ile iş yapabilmesini ya da ilişkilerini devam ettirmesini engellemişti ya da çok sınırlı ilişkiler kurmasına sebebiyet vermişti. 8 Aralık'taki devrimin gerçekleşmesi ve bunun toplum tarafından da meşru bir girişim olarak karşılanmasıyla bu bölgesel ve küresel aktörlere ciddi bir fırsat verdi ve Şam'la kurdukları zaten yeni ilişkilerle beraber herkes şu anda hem Suriye ile ilişkilerini güçlendirme hem de Suriye sahasındaki çıkarlarını artırma noktasında önemli bir gayret içerisinde diyebiliriz. Başsız qalan Suriyanın rəhbərliyinə bu dəfə Əhməd Əş-Şara gəldi. Əsəddən sonra Suriya praktik olaraq idarə edilməz vəziyyətə düşmüşdü. Həm daxili müxalifət qüvvələri, həm də regional və beynəlxalq aktorlar keçid lideri seçmək niyyətində idilər. İdeal namizəd isə inqilabın başında duran şəxs Əhməd Əş-Şara idi. O, Heyət Təhrir Əş-Şam daxilində İdlib və şimal-qərb bölgələrində güclü nüfuza malik idi. Siyasi dairələr və müxalifət də onu sabitliyi bərpa edə biləcək potensial lider olaraq dəyərləndirirdi. Qapalı görüşlər və danışıqlar nəticəsində Əş-Şara müvəqqəti dövlət başçısı kimi təsdiqləndi. I think he have everything to be a leader. He was. Məncə o liderlik üçün lazım olan hər şeyə sahibdir. Onun güclü keçmişi var. Təxminən 14 il ərzində rejimə qarşı mübarizə aparıb və son anda Əsəd rejiminin yıxılmasına səbəb olan əməliyyatı başladıb. Onun hər şeyi var. Hərbi gücü, yaxşı siyasi ünsiyyəti və əməliyyat zamanı İraqa və Suriyanın yerli icmalarına göndərdiyi mesajlarla göstərdiyi siyasi bacarığı. Qısası, onda bütün keyfiyyətlər var. To the local communities inside Syria. So he have everything. Kimsə Suriya mühitinə rəhbərlik eləməli idi. Onun hansı mənşədən gəlməsinin rəhbərliklə heç bir əlaqəsi yoxdur. Bu istəsiz Əş-Şara olsun, bu başqası olsun, amma sadəcə onun seçilməsi onun güclü liderlik xarizmasından bağlıdır. Keçmişinə yönəlik çox zəngin hekayələr var, terrorçu keçmişindən bağlı. Müasir dövrdə isə bölgədə onun olduqca güclü regional dəstəyi var. Və tam şəkildə hakimiyyəti əlində saxlaması, qalması, əleyhinə törədilən sui-qəsdlərdən salamat çıxması, ən azından öldürülməməsi, meydanda qalması Suriyadakı proseslərlə bağlı bəlli bir mühitin yaradılmasında bəlli bir adamın varlığını zəruri edir. Yəni, X bir Əş-Şaraya ehtiyac var idi, o yaradıldı, o doğuldu. İndi onun həm regional, həm də qlobal şəkildə legalizasiyası prosesi gedir. Ahmet Əş-Şara'nın aslında Suriye'de Cumhurbaşkanlığına geçiş süreci gayet organik, doğal bir durumdu. Heyetü Tahrir Şam'ın lideri olarak Esed rejimini deviren isim olarak ve Şam'a ilk giren, Şam'a girip otoriteyi sağlayan kişi olarak geçiş sürecini yönetmesi zaten doğal bir durumdu. Esed'i deviren şahıs olarak ve Esed'i deviren ordunun başı, hareketin başı olarak da bir karizmatik liderlik şu an itibariyle inşa etti.
Suriya təbii olaraq inqilabdan dərhal sonra tam sabitliyə qovuşmadı. Ölkədə hələ də keçmiş rejimə bağlı bəzi güclü hərbi və təhlükəsizlik strukturları qalırdı. Onların varlığı iki üzlü bir vəziyyət yaratmışdı. Bir tərəfdən Əşşara bu qüvvələr vasitəsilə bəzi bölgələrdə nizamı qoruyurdu, digər tərəfdən isə həmin qüvvələr yeni hökumətə qarşı səssiz müqavimət göstərir, bəzən isə sabotaj planları qururdular. Bu, Əşşara üçün çətin sınaqlardan biri idi. Yəni, köhnə sistemin içində yeni nizam qurmaq. Ərazisində indi vahid şəkildə Suriya sosial mühiti mövcud deyil. Yəni, sünnilər çoxluqdur. Əşşaranı qəbul edirlər, lakin ərazidə Rusiyanın və Amerikanın dəstəklədiyi Kürd qüvvələri var. Onlar üzərində şaranın hakimiyyəti yoxdur. Üçüncü bir nöqtədə isə İranın dəstəklədiyi kiçik azlıqlar, nusayirlər və o cümlədən İsrailin dəstəklədiyi başqa etnik azlıqlar var. Onlar Əşşara hakimiyyətinə qarşı, xüsusən mart ayında geniş çaplı əməliyyatlar həyata keçirməyə cəhd elədilər. Suriyanın Aralıq dəniz sahili zonaları, məsələn Latakiya yaxud Dəməşqin özü, bax bu bölgələr uğrunda o qədər hələ də savaş gedir ki, həmin o əraziləri tam şəkildə Əşşaraya vermək istəmirlər. Now the Syrian people have in some cities they test İndi bəzi Suriya şəhərlərində 48 saatlıq elektrik təmin edilir. Bu isə 15 ildir baş vermirdi. O, Suriyanın vəziyyətini yaxşılaşdırmaq və ölkəni beynəlxalq ictimaiyyətdə tanıtmaq üçün çox iş görür. Əsəd rejimindən çox sayda Suriyalını azad eləyib və buna görə insanlar onu asanlıqla qəbul eləyirlər. Rejimi uğurla yıxdı və həm Suriyada, həm də xaricdə bir çox uğurlar qazandı. İndi Suriyada zorakılıq aşağı səviyyədədir. Hələ bəzi problemlər qalır, amma ölkə postmünaqişə dövrü üçün çox sabitdir. Hətta axşam vaxtı belə orada gəzmək mümkündür və qorxmağa ehtiyac yoxdur. İlk vaxtlar hamının Əl-Colani deyə tanıdığı bu şəxs kim idi? O, 1982-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində doğulub. Ailəsi Suriyanın Dəra vilayətindən gəlmədi. Uzun illər həm Səudiyyə Ərəbistanı, həm də Suriyada yaşayıblar. Əşşara gənclik illərində Suriya xaricində dini təhsil alıb. Bir müddət İraqda olub və ABŞ işğalından sonra orada radikal qruplara qoşulub. 2003-2006-cı illərdə İraq Əl-Qaidəsində fəaliyyət göstərib. 2008-ci ildə ABŞ qüvvələri tərəfindən həbs edilsə də, 2011-ci ildə sərbəst buraxılıb. Elə həmin il Suriya sərhəddini keçərək Əl-Nusra cəbhəsini qurub. 2016-cı ildə qruplaşmanın adını dəyişərək Cəbhət Fəth Əl-Şam, daha sonra isə Heyət Təhrir Əş-Şam adlandırıb. Bu dəyişiklik formal olaraq beynəlxalq terror şəbəkələri ilə əlaqəni kəsmək məqsədi daşıyırdı. Biz onu şu an itibariyle Suriye'nin artık uluslararası toplum tarafından tanınan meşru lideri olarak tanımalıyız. Evet, hayatının geçmiş dönemlerinde farklı dönemlerinde farklı hareketler içerisinde yer alması söz konusu. Irak'ta bulunduğu yapılar veya Suriye'de bulunduğu dönemde kurmuş olduğu, yer aldığı yapılar içerisinde bazı sorunlar söz konusuydu ki ABD'nin bile neredeyse son bir yıla kadar başına ödül koymuş olduğu bir isimden bahsediyoruz. Ama 8 Aralık'tan sonra önemli değişimler meydana geldi. Kendi söyleminde, kendi pratiklerinde de zaten radikal bir dönüşüm var. Biz artık bir terör örgütü lideri ya da bir aşırı örgüt lideri Ahmed Eşşara'dan değil, meşru Suriye'nin meşru Cumhurbaşkanı olarak Ahmed Eşşara'dan bahsediyoruz. Əhməd Əşşara siyasi səhnəyə addım atsa da, cihadçı, hətta terror qruplaşmaları ilə anılan keçmişi qalmaqda idi. Bu təsəvvürlərin üstündən xətt çəkmək məqsədi ilə onun siyasi fiqur kimi tanıdılmasına başlanıldı. Hakimiyyətə gəldiyi gündən özünü dövlət quruculuğuna yönəlmiş milli lider, demokratik dəyərləri təbliğ edən prezident kimi təqdim etdi. Əşşaranın əlində dağılmış infrastruktur var. İqtisadi baxımdan tənəzzül içərisində olan bir dövlət var. Dövlət institutları tarmar olmuş, dağılmış haldadır və bunu yenidən toplamaq çox çətin və çox vaxt alacaq bir zamandır. Amma hal-hazırda ən azından korrupsiyaya qarşı mübarizəyə başlanmışdır. Bilirik ki, yəni bu yaxınlarda hətta
tutaq ki, qardaşının belə turizm şirkəti möhürləndi. Sonra məclis üzvlərindən tələb etdi ki, maşınları geri qaytarsınlar və s. Yəni bu kimi addımlar atmağa başlayırdı. Aynı zamanda Türkiyə ilə yaxınlaşma prosesini, yəni daha doğrusu Türkiyə bilirik ki, yəni onun ən böyük dəstəkçilərindən idi. Tutaq ki, Azərbaycana gəldi və burada qazla bağlı tutaq ki, danışıqlar aparıldı. Sonra Donald Trumpla Amerika Birləşmiş Ştatlarında görüş keçirildi. Əşşara yeni bir şərq lider profilidir. Özü də Suriya coğrafiyası üçün bu ənənəvi liderlər tipindən çox fərqlidir. Amma sosial və ictimai rəydə özünün dəstəyini tapması üçün çox da belə zamana ehtiyacı yox idi. Çünki biz bir növ sahədən gəlmiş, meydandan gəlmiş şəxs haqqında danışanda onun ordu və yaxud da silahlı hərbi birləşmələr tərəfindən dəstəklənməsinə təəccüb etməməliyik. Amma Əşşara biraz daha çox, yəni aydın məsələdir ki, terror təşkilatı səhvlərindən gəlibdir və onun özünü qəbul etdirməsi anlayışı da kifayət qədər problemlidir. O baxımdan indinin özündə də açaq baxaq məsələn İran mediasına, ya Livan mediasına, ya Fələstin mediasına onunla bağlı kifayət qədər çoxlu küfrlər var. Əşşara kimliyi siyasi səhnəyə çıxdığı gündən mübahisəli məsələyə çevrildi. Qərb onun cihadçı keçmişindən narahatlıq duyurdu. Lakin zamanla sərt tutum yumşaldıldı. Əşşara qərblilərlə əl sıxışmağa başladı. Özü də əbasını çıxarıb, yerinə kostyum giyinərək. Yeni liderin öz coğrafiyasında və ondan kənarda olan görünüşü və davranışı sanki iki fərqli təfəkkürü bir bədənə yerləşdirmək idi. Elə çox keçmədən onun Qərbin yeni layihəsi olduğu ilə bağlı iddialar yayılmağa başladı. He launched his military operation from Idlib. O, Birləşmiş Ştatların layihəsi deyil, Suriyanın layihəsidir. O, Suriya xalqının xeyri üçün çalışır və harda xalqın xeyrinə iş görmək mümkündürsə, bunu həyata keçirməyə çalışır. Gördüyümüz kimi o, bəzi ölkələrə səfər eləyib və beynəlxalq ictimaiyyətə açılıb. Birləşmiş Ştatlar, Avropa, Asiyanın bəzi ölkələri, Türkiyə və Çin son 14 il ərzində Suriyada yaranmış durğunluğu aradan qaldırmağa çalışıb. Hətta bəzi sanksiyalar Suriyaya 1979-cu ildə, yəni Əşşaranın doğulmasından çox əvvəl tətbiq olunmuşdu. O, bu sanksiyaları aradan qaldırmaq üçün çalışdı. Suriyalılar onun Birləşmiş Ştatlar layihəsi olub-olmadığını müzakirə etmədilər. Çünki bilirdilər ki, o, Milli Suriya layihəsidir. O, inqilabın başlanğıcından 2011-ci ilin avqustundan etibarən demək olar ki, həmişə Suriyada olub, rejimlə mübarizə aparıb. O, xaricdən Birləşmiş Ştatlar təyyarəsi ilə Dəməşqə gətirilməyib. IŞİD və Əl-Qaidənin ideologiyasında böyük dəyişikliklər baş verdi, fərqliliklər ortaya çıxmağa başladı. Yəni onların mübarizə üslubundamı deyək, hakimiyyət uğrunda mübarizə metodlarında fərqliliklə bağlı bir sıra dəyişikliklər, yəni fikir ayrılıqları yarandı və Əşşara hakimiyyətə qarşı, rejimə qarşı mübarizənin aparılması yollarını Qərbdə axtarmağa başladı və Qərbin dəstəyini almaq üçün də əslində dildə və belə demək mümkünsə IŞİD-dən və Əl-Qaidə qruplaşmasından ayrıldı və hətta onlara qarşı mübarizədə bu özünün təzahürünü tapdı. Qərb Suriyada Əsəd rejiminin devrilməsi üçün Qərbə bir istinad nöqtəsi lazım idi və bu istinad nöqtəsini də Əşşaranın timsalında tapdı. Yaxın Şərqdə yaradılan bütün terror təşkilatlarının və ya başqa formada maliyyəçisi, təşkilatçısı, ideya vericisi Birləşmiş Ştatlardır. Və Birləşmiş Ştatların yaratdığı bu terror təşkilatları sonraki dönəmdə bölgəni dizayn etmək üçün istifadə olunur. Və bu həmin il üçün nəzərdə tutulan siyasi proqram deyil. Adətən ABŞ siyasi baxışları 5 il, 10 il sonraki dönəmləri daha çox proqnozlaşdırır. Bir neçə il sonranı proqnoz elədilər. O baxımdan da Əl-Qaidədən sonra bilirsiniz, Əfqanistanda rusların məğlub olunmasından sonra Talibanın hakimiyyətə gəlməsi, ona paralel artıq Səudiyyə Ərəbistanının yaratdığı terror təşkilatları, İranın yaratdığı terror təşkilatları bölgədə İsrail və Birləşmiş Ştatlar tərəfindən dizayn olunmuş oldu. Bir sıra analitiklər Əhməd Əşşaranın 2008-2011-ci illərdə ABŞ tərəfindən Buka həbs düşərgəsində saxlanılması faktı üzərində dayanırlar. O, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda azad olunub və dərhal Suriyaya qayıdaraq HTŞ-nin liderliyinə keçib.
Bu müddətdə ABŞ-nin onu nəzarət altında saxlaması istisna edilmir. Arada hansısa razılaşmaların olması və Əşşaranın agent kimi fəaliyyət göstərməsi də iddialar arasındadır. Əşşaranın tutulub buraxılması, yaxud fiziki olaraq sıradan çıxarılması, yaxud cəzalandırılması, Əbu Qureyb həbsxanasına aparılması, ya Birləşmiş Ştatların həm İraqda, həm də Kubada həbsxanaları var. Bunlara aparılması sıradan bir hadisədir və çox da əl çatan, reallaşdırılması mümkün olan proseslərdir. Amma biz bu məntiqlə yanaşmalıyıq ki, bugün Əşşara Trampın qəbulundadır. Amerika Birləşmiş Ştatları Suriya arasında müqavilənin hədəfləri bölgədə İranın sıradan çıxarılmasıdır, amma İsrailə dəyməmək şərti ilə Suriya ərazisinə Amerika Birləşmiş Ştatları kapitalının gəlməsidir, amma Rusiyaya avanqard mövqe verməmək, İranı həm də eyni zamanda ramiləyəmək, təbii ki, Aralıq dənizinin bir o coğrafiyası qalıbdır, orada da Amerika Birləşmiş Ştatlarının qalıcı gücünü təsis eləmək. Bu məntiq nəyi göstərir? Bütün hallarda Əşşaranın Suriyanın sükanı arxasına keçməsi bir çox aktorlar üçün əlverişli hesab olunur. Demək olar ki, hər kəs onun Əsəddən sonraki Suriyada sabitliyi təmin edə biləcəyinə inanır. Radikal ritorikadan uzaqlaşması və diplomatik çevikliyi Qərb üçün məqbul sayılır. Rusiya və İran üçün o həm risk faktorudur, həm də potensial diplomatik tərəfdaş. Türkiyə Əşşaranı regional təhlükəsizlik baxımından əhəmiyyətli faktor olaraq qəbul edir. Ərəb ölkələrindən Səudi Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi onu Qərb tərəfindən qəbul edilmiş siyasi lider kimi görürlər. Misir və İordaniya isə daha təmkinli davranır. Əşşaranı bu günlərdə Moskvaya səfərdə göstərdi ki, Rusiya özünün bagajında saxladığı Əsədə sadəcə bir təqaüdçü kimi artıq yanaşır. Təbii ki, onun Suriyanın qəsb edib apardığı milyardlara da Rusiya Ukraynada müharibə aparan bir dövlət kimi yəqin finansından istifadə edəcək. Amma onun geri qaytarılma məsələsi Suriyanın gündəmindədir. Bunun əvəzində isə Rusiyanın Suriya bölgəsində hələ də dəniz bazasında qalmasından müəyyən qədər Suriya hakimiyyəti göz yuma bilər. Lakin əvvəlki hakimiyyətdən fərqli olaraq Əşşara Rusiya üzərində çox böyük təsirə və təzyiqə malikdir. Suriyanın yenidən qurulmasında iştirak, həm də onun xarici siyasətində iştirak məsələsini təcəlli edir. Burada Türkiyə var, burada İsrail var, burada Birləşmiş Ştatlar var, burada regiona gələcəkdə çox ciddi şəkildə sahib olmaq istəyən digər ərəb ölkələri var, xüsusilə Səudi Ərəbistanı. Burada bölgədəki savaşları və toqquşmaları maliyyələşdirən kiçik kalibrli, amma milyarder ərəb ölkələri var. O mənada Suriyanın gələcək siyasətinin dizayn olunmasında iştirak eləmək istəyənlərin sayı daha çoxdur. Nəinki toqquşma yaradıb təzədən əvvəlki Suriya ssenarisini izləmək istəyənlər. Yaxın Şərqin başı bəlalı ölkəsi yeni mərhələdən keçir. Özü də sükanı arxasında yeni bir liderlə. Əhməd Əşşaranın bu dövrdə atdığı addımlar ölkənin uzun müddətli gələcəyini müəyyən edəcək. O, çiyinlərində öz xalqının ümidlərini, bir çox dövlətlərin isə gözləntilərini daşıyır. Hazırda hədəfi milli mənəvi dəyərlərlə demokratiya prinsiplərini uzlaşdırmaqdır. Uğur qazanarsa, bu təkcə Suriya üçün deyil, bütün region üçün dönüş nöqtəsi ola bilər.